15 yaşlı şəhid. Ağatlı oğlan. Şəhid Qəniyev Sehran Sabiroğlu. 1977-ci il Kürdəmir rayonunda Sabir bəyin evində nur üzlü bir körpə dünyaya gəldi. Adını Sehran qoydular. Nur üzlü bala böyüdükcə Gülnar ananın sevinci də böyüyürdü. Sehran o qədər gözəl, ağıllı, böyüyə kiçiyə hörmət edən bala idi ki, ağla sığmaz dərəcədə. Yaşının az olmasına baxmayaraq, hamının hörmətini qazanmışdı. Gülnar ananın dediklərindən. Sehran bala 9-cu sinifdə oxuyurdu. Oğlum o qədər vətənə bağlı idi ki, görünməz dərəcədə. 20 yanvar faciəsi baş verən zaman Bakıya bacımgilə gedəsi oldu. Nə qədər etdimsə yolundan döndərə bilmədim. Ana, mən gücüm çatan köməyi eləməliyəm, dedi. Tezdən getdi. Axşam evə gələndə gördüm ki, hər yeri hissim pasın içindədir. Ay oğul, bu nədir, dedim. Dedi ki, taxta daşımışam. Tez-tez deyirdi ki, qarışqa filə köməkliyi göstərir. Demək ki, bunun balaca canında nə var imiş? Özünü qarışqaya oxşadıbmış. Yaxşı qarmon çalırdı, idmana gedirdi. Vertolyot qəzasında Xocalı faciəsinə bir dəfə də olsun qarmon çalmadı. Dedi ki, günahdır, qanlar dökülür. Ümumiyyətlə, çox qeyri-adi uşaq idi. Onun balaca canı o qədər düşüncəli idi ki, istər 20 yanvara aid, istər vertolyot qəzasına aid, istərsə də Xocalı faciəsinə aid yazılan bütün qazetləri yığıb qatlayıb saxlayırdı. Evimizə gələn qonaqlar, jurnalistlər bu qazetlərlə tanış olurlar. Uşaqlara deyirmiş ki, gəlin qalustuq taxmayaq, onlar bizim düşmənimizdir. Uşaqda orduya həvəs yaranmışdı. Deyirdi ki, ana, mən orduya getmək istəyirəm. Əvvəl rayondakı hərbi komissarlığa getdi. Qəbul eləmədilər. Qaçdı getdi. Həmişə özünə pul yığardı. Həmin pulu evdən alıb, əskərlər üçün papiros, lezva alıb Bərdəyə gedir. Onu içəri buraxmırlar. Deyir ki, xahiş edirəm, bu hədiyələri uşaqlara verin. Çox yalvardıqdan sonra ona əskər forması verirlər. Deyirlər ki, get anandan icazə al, sonra gəl. Komandir elə bilib ki, mən onu saxlaya biləcəm. Nə qədər yalvardımsa döndərə bilmədim. Dedi, ana, kişi kimi paltar almışam, kişi kimi də qaytaracağam, deyib getdi. Getməmişdən qabaq dedi, ana, yuxu görmüşəm. Dedi ki, həyətimizdə olan tut ağacından yellənçək salmışdıq. İstədiyi qız var idi. Həmin qızı götürüb yellənçəkdən qaçmışam, dedi. Yalvardım, xeyri olmadı. Həyətimizin yanından arx axır. Onun dalıcan su atdım. Su mənə düşmədi. İndi gedənlərin arxasından kim su atsa, qoymuram. Deyirəm, görəsən su lilli olub. Qaynanamın gözü kör idi. Çox gileylənirdi. Mənə deyərdi ki, ana, fikir vermə, yazıqdır. Qonşunun evi yanırdı, ev yəsindən qabaq o evə girdi. Evin əşyalarından çölə daşıdı. Köynəyi, qolları, paltarı bütöv yanmışdı. Sehran belə balaydı. Onun balaca canında nə var idisə, mən başa düşə bilmirəm. Aprelin 28-də getdi, 1992-ci ildə, iyulun 16-sında şəhid oldu. Boynundan, kürəyindən güllə dəymişdi. Ağdərənin Çaylı kəndində çox ağır müharibə gedirmiş. Bu müharibədə bizim əsildən, nəsildən 4 şəhidimiz oldu. Sehranı qardaşımgilin həyətinə gətirdilər. Həyətə girəndə gördüm ki, həyətdə 3 tabut qoyulub. Biri qardaşım oğlu Teymur Kərimov, bibim oğlu Sərdar Əmraslanov, biri də mənim Sehranım. 3 tabutun ortasında qaldıq.
Bibimin o birisi oğlu da 3 aydan sonra şəhid oldu gəldi. Bu balam haqqında Bakı qəzetləri, Kürdəmir qəzetləri, Bərdə qəzetləri çox məqalələr yazdılar. Ağ atlı oğlan adlı kinosu çəkildi. Sağ olsun qədir bilən xalqımız. Bizim kimi anaları başa düşürlər. Salam şəhid anası. Söylə görüm necəsən? Gündüzlərim bir yana, yatırsam gecəsən? Yoxsa dolub gözünə qaranlığın zülməti? Zindan edib özünə çəkirsən bu zilləti? Söylə şəhid anası, xatirələr qəlbini parçalayıb didirmi? Toparlayıb səbrini üsyanların bitirmi? Söylə şəhid anası, heç düşürmü yadına balanın körpə çağı? Heç laləzar görürsən bu xəzan olmuş bağı? Yenə basıb bağrına lalə deyib adına, şirinim, balım deyib doymursanmı dadına? Söylə şəhid anası, xəyallar aləminə gedirsənmi dey yenə? Sığal çəkib telinə, o körpə əllərini alırsan əlinə? Necə xatırlayırsan uşaq ikən balanı? Ondan uzaq tutardın hər xətanı, bəlanı. Yadındamı dil açıb sənə ana deməsi? Ayaq açıb yeriyib sənə tərəf gəlməsi? Söylə şəhid anası, söylə qürurlu qadın, böyüdümü arzular, böyüdükcə evladın? O məktəbə gedəndə arxasıycan baxardın. Evə biraz gec gəlsə onun üçün darıxardın. Bəs o əskər gedəndə de öpdünmü doyunca? Yola salıb balanı su attınmı dalıcan? Dedimmi salamat get, vətəninə qulluq et. Döyüşüb canla, başla torpağını azad et. Söylə şəhid anası, söylə dözümlü qadın, o gün necə uyandın qara xəbər alanda? Şəhid oldu evladın, necə dözdü ürəyin, necə dözdün dayandın? Başa qara bağlayıb, hönkür-hönkür ağlayıb, balanı soraqlayıb, sarıldınmı tabuta? Evvida etmək üçün, üzünü görmək üçün, son dəfə öpmək üçün əl attınmı tabuta? İndi fəxrin, qürurun bir məzarda uyuyur. Ruhu başının üstə səni səndən qoruyur. Çünki şəhid balana ehtiyacın çox sənin. Tutunmusan keçmişə, gələcəyin yox sənin. Dinlə şəhid anası, dinlə xalqın anası. Şəhid qardaşımızdan əmanətsən bizə sən. Biz də sənin mənəvi evladınıq biləsən. Cənnət ayağın altda, dərdimiz köksündədir. Sənin yerinsə bizim gözümüz üstündədir. Şəhidin cənnətində gül toxumudur ana. Sən köçüb getdiyində əkiləcək bağına. Şeirin müəllifi Mələk Yazar. Allah ruhunu şad eləsin bütün şəhidlərimizin. Allah doğmalarına, yaxınlarına səbir versin hər birine.